Azəriqaz İstehsalat Birliyi çox vacib bir məlumat yayıb. Doğru xəbər Azərbaycan bildirir ki, məlumatda deyilir. Bugün saat 10'dan etibarən Bakının bir hissəsində qaz olmayacaq. Bildirilib ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar bugün səhər saat 10'dan işlər bitənə qədər Suraxanı rayonunun Hövsan qəsəbəsinin bir hissəsinin, Hövsan bağları, dəniz kənarı və Şabanov küçələrinin qaz təchizatında qısa müddətli fasilə olacaq. Yaranacaq fasiləyə görə Azəriqaz İstehsalat Birliyinin rəhbərliyi həmin ərazilərin abonentlərindən üzr istəyir. Ötən gecə Bakı şəhəri Sabunçu rayonunun Maşlağı qəsəbəsi ərazisində güclü yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub, yanğın qısa müddətdə məhdudlaşdırılıb, yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma işlərinə başlanılıb. Biləsuvarda ölümlə nəticələnən ağır avtomobil qəzası qeydə alınıb. Hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Ford markalı yük avtomobili qarşıda hərəkətdə olan digər yük avtomobilinə çırpılıb. Qəza nəticəsində Masallı rayonunun Ərkivan qəsəbə sakini Ələddin Babayev aldığı ağır xəsarətlər səbəbindən elə hadisə yerindəcə həyatını itirib. Baş vermiş ölüm faktı və hadisə ilə bağlı araşdırma tədbirlərinə başlanılıb. Xəbər verildiyi kimi Bakının Binəqədi rayonunda dəhşətli qətl törədilib. Belə ki, 30 yaşlı Talih Qurbanov, 37 yaşlı Qəlbinur Məmmədova toy axşamı xəsarət yetirib, aldığı xəsarətdən hadisə yerində vəfat edib. Aralarında problem olub. Həmin vaxtda birlikdə oturub yemək yeyiblər. Onlar yeznə qayn olmayıb, qardaş kimi olublar. Evləri eyni həyətdədir. Evlərin arasında heç hasar da yoxdur. Qətl hadisəsi törədib və dərhal gedib təslim olub. Xəstəxanaya çatdırdıq, amma gecidi deyə qohumlardan biri deyib. Toy yasa döndü. Düşmənçilik yox idi. İçkili oldular, belə oldu. İçki olmasaydı belə şey olası değildi deyə digər qohum sözlərini əlavə edib.